Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan əsaslı tikinti və təchizat MMC-də dövlət satın almaları üzrə audit aparıb. Palatanın məlumatına görə audit 2023-25-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satın alma keçirilib, 99,9 milyon manatlıq müqavilə bağlanıb və bunun 64,8% icra olunub. Audit nəticəsində satın alma prosesində nəzarət və hesabatlılıq sahələrində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib. Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satın alma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərə alınıb. Bundan əlavə bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanılıb. Nəticədə öhdəliklərin tam və vaxtında icra olunmaması halları qeydə alınıb. Audit göstərib ki, bəzi satın almalar üzrə müqavilələr 30%-ə qədər baha bağlanıb. Tətbiq edilməli olan 100 min manatdan çox cərimə tətbiq olunmayıb. Eyni zamanda sərgilərin təşkili ilə bağlı 207 min manat vəsait maliyyə sənədlərində əks etdirilməyib. Tədbirlərin keçirilməsi zamanı isə 651 min manata yaxın artıq büdcə vəsaiti xərclənib. Qeyd edilir ki, bəzi hallarda qanunvericilikdə nəzərdə tutulmayan təlim xidmətləri alınıb. Təlimçilərin 60% isə müəyyən edilmiş tələblərə cavab verməyib. Qeyd edək ki, Mədəniyyət Naziri Adil Kərimlidir.